Herkese salam. Sizi yeni bir proqramla tanış eləmək istəyirəm. Bu proqram vasitəsilə gəzərək pul qazanacaqsınız. Belə deyim, 150 min addıma 3 dollar, 4 dollar arası dəyişir. Qazanacaqsınız. Əvvəlcədən deyim ki, bu yatırım məsləhəti deyil. Yəni bunu məcbur deyilsiniz eləməyə. Sadəcə özüm elədiyim bir şeydir və sizə göstərirəm. İstifadə eləmək, etməmək öz seçiminizdir. Proqram belədir. Bu hal-hazırda bir də göstərim sizə. UHS-dir. Bunun linkini aşağıda videonun altında qeyd edəcəm və kommentlərdə də qeyd edəcəm. İşləmə sistemi çox rahatdır. Yəni arxa fonda işləyir. Quraşdırırsınız, icazələrini verirsiniz hamısını. Ondan sonra rahatlıqla istifadə edirsiniz. İcazələri vermək üçün üstünə basıb nida işarəsinə qoyub icazələri verə bilərsiniz və ya digər yollarla da belə deyim özündən tənzimləmələrdən girib oradan şey edə bilərsiniz. Təsdiqləyə bilərsiniz icazələrini. Proqram belədir. Proqram arxa fonda özü üçün işləyir. Yəni cibinizdə hərəkət elətdirdikdə, ya gəzdikdə, ya da cibinizdə tamamilə işləyir. İstəsəz hərəkət də elətdirə bilərsiniz, əlinizdə elə də yığa bilərsiniz. Bu account hissəsinə girək. Account hissəsində məlumatlar da özünüz bilirsiniz. Friend hissəsində sizin referallarınızdır. Referal kodunuz aşağıda. Bu copy invite kod yazıb buradadır. Buradakı kodu kopyalayıb 171 64 35 your invite is bu hissəyə də yapışdırın. Yəni məndəki indi bu kodu sizə verəcəm. Bu kodu daxil olandan sonra proqrama bu hissədə yapışdırırsınız. Onda mənim referalım olaraq görsənirsiniz. Oradan mənə də komissiya gəlir və sizə də qazanc verir. Daha sonra giririk. Bununla göstərim. Bu Friends bölməsini göstərdim. Market bölməsində daxil olun. Market bölməsində daxil olun sonra skip edirik. Fastex hissəsinə daxil oluruq. Çəkim eləməkdən ötürü. Orderə basdıqda sizin cüzdan və ID adresinizi istəyir. Sizə ona görə də Fastex cüzdanı lazımdır. Fastex cüzdanını açmaq üçün sizə xarici pasport lazımdır. Deməli belə. Buradan çıxırıq. Giririk Play Store-a. Play Store-da yazırıq Fastex. Gördüyünüz Fastex Wallet budur. Üzərinə daxil olun. Bu Fastex Walletdir. Bunu yükləyirsiniz. Yüklədikdən sonra açırsınız. Qeydiyyatları tamamlayırsınız. Xarici pasportla tamamlayırsınız. Çətin deyil. Qeydiyyatdan keçmək ümumən çətin deyil. Onu da bir də başdan çıxıb eləmədim deyə. Çətinlik olsa sizə Telegram qrup